işgal olunmuş torpaqların hamısı azad olunacaq. Nəyin bahasına olur olsun azad olunacaq. Sizin hər biriniz öz doğma torpağınıza, öz evinizə, öz obanıza qayıdacaqsınız. Mən atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi. Mərzu edir Ali Başkomandan İlham Əliyev. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Biz onların davamçıları, onların işini tamamladıq. Atamın vəsiyyəti yerinə yetirildi və bugün atamın yüz minlərlə bu günü görməyən, həyatdan getmiş insanların, şəhidlərimizin ruhu şad. 8 noyabr 2020-ci il əbədi tarixdə qalacaq. Mən sizi və bütün Azərbaycan xalqını Zəfər günü münasibəti ilə təbrik edirəm.